Salam dostlar, salam əziz qardaş və bacılar. Necəsiz? Ümid edirəm ki, yaxşısınız və yaxud yaxşı olmağa nə edirsiniz, çalışırsınız. Həmişəki kimi mövzumuz nevrozdur. Nevrozun mexanizmindən istəyirəm sizə biraz danışım. Necə ki, sual verirsiniz ki, ay doktor, nəyə görə keçmiş mənə qorxulu gəlir. Keçmişi yaddan çıxartmaq istəyirəm, çıxmır. Keçmişi düşünürəm, sıxılıram, ağrıyıram, pisləşirəm, yer tapa bilmirəm özümə qəsd eləmək istəyirəm. Cürbəcür negativ düşüncələr gəlir. İndi mən onu sizə izah edəcəm. Nəyə görə belədir? İlk növbədə nəyə görə qorxu gəlir? Həmişə keçmiş və gələcəyi düşünəndə, təbii ki, gələcək də düşünülür. Çünki prefrontal korteks beynin bir hissəsi amigdalanı sakitləşdirməlidir. Amigdala ancaq təhlükə siqnalını ötürəndir, yəni qorxu, həyəcan filan. Bu da onu söndürmək üçündür, prefrontal korteks. Artıq prefrontal korteks elə bil ki, ilişir, siqnalı ötürə bilmir. Yəni, təhlükə yoxdur, bu rahatdır, bunda heç bir problem yoxdur. Amigdala aktiv qalır. Tamam mı? Yerli yersiz qorxu gəlir, yerli yersiz həyəcan gəlir. Keçmişdəki, deməli, keçmiş nəyə görədir? Çünki beynin sağ yarım kürəsi daha aktiv olur. Anlatabildim mi? Sol yarım kürəsindən, sol yarım kürə yəni sakitləşdirici modelini oxuyur, amma modelini oxşadır, amma sağ emosional, məsələn, keçmiş filan, pastoyanı bunlar yada düşür. Sol tərəf daha aktiv olur. Ona görə də amigdala pastoyanlı qorxu həyəcanı gətirir. Beyin özündən proqnozlar yaradır. O sizdən asılı deyil. Gələcəkdə düşünəndə düşünürsünüz ki, ya pis ola bilər, filan şey ola bilər, bəlkə belə ola bilər, bəlkə belə ola bilər. İstəyir, məsələn, məişət problemləri haqqında, həyatı problemləri haqqında və yaxud xəstəliyiniz barədə düşünəndə təbii ki, beyin, çünki sağ yarım kürə daha aktiv olduğundan pastoyan sizə meyillidir ki, negativləri ötürsün, negativləri düşünsün. Anlatabildim mi? Yəni, özünü sakitləşdirə bilmir. Amigdal aktiv olanda. Çünki prefrontal korteks işləməməyə başlayır. Bu belədir. Qaldı ki, suallar verirsiniz ki, biz, yəni bunun kökü sağalandır, yoxsa mı biz nə etməliyik? Özünüzdən diaqnozlar qoyursunuz, qaçırsınız nervpatoloqların yanına. İnsan var ki, 20 ildir mənə zəng vurur. Bu insan sağalmaq istəmir konkret olaraq. Beyinə də heç nə batmır. O, öz problemidir, anlatabildim mi? Öz problemidir. Yəni, həkimlərə qaçmaqla, nervpatoloqları gəzməklə, o seyli dərmanı axtarmaqla heç vaxtı nevroz bitmir. Anlatabildim mi? Bu, mümkünsüz bir şeydir. Antidepresantlar nə edir? Antidepresantlar bəzən neyromediatorları blokirovkaya salır. Rahatlaşırsan, sanki robot kimi olursan. Dünya aləmvizvə deyil filan, sən elə bilirsən ki, həyatın belə olmalıdır, əslində elə deyil. Beyin çox aktiv olmalıdır. Beyin düşüncələri, gələcəyi yaratmaq üçün, nə bilim, çox şeylər var. Dopamin aktiv olmalıdır filan. Amma o götürür, hamısını blokadaya salır, sənə eləyir. Robot, qaraciyərdən danışmırıq, biz mədə bağırsaqdan danışmırıq, biz anlatabildim mi? Mədə bağırsaqdan danışmışkən onu da deyim ki, bilirsiniz ki, insanda üçüncü beyin bağırsaq beynidir. Nəyə görə
bəzən bağırsaq problemləri yaranır, nevrozlarda, sancılar, ağrılar, spazmalar filan. Çünki beyin düzgün idarə eləməyəndə mütləqdir ki, bağırsaq ona baxır və hərəkət edir. Beyin həyəcanlandı, bağırsaq çox həssasdır. Ondan qabaq bağırsaq beyni həyəcanlamağa başlayır və spazma, ağrılar filanlar başlayır. Cürbəcür ürək bulantılar, qarın ağrılar, hər bir şeyi anlatabildim mi? Yəni bunlar hamısı mexanizmdir. Bunlar elə-belə deyil də. Hə, nevroz göydən gəldi, hardansa düşdü mənim canıma. Mən ölsəm bundan yaxşıdır, əslində elə deyil. Və həkim axtarırsınız. Və yaxud illər keçir, 5 il, 3 il, nə bilim, 4 il keçir, ümidsizlik yaranır və həkimlərdən tamamilə əlinizi üzürsünüz. Otursunuz, onsuz da xeyri yoxdur, 50-dən həkim gəzmişəm. Çünki yanlış həkimləri gəzirsiniz və yanlış müalicə metodları siz üçün seçirlər. Ona görə də sağala bilmirsiniz. Anlatabildim mi? Nevroz, əgər sual verəcəksə sağalandı, nevroz xəstəlik deyil ki, sağalsın. Anlatabildim mi? Nevroz sağalmır. Heç vaxtı sağalmır. Çünki patoloji xəstəlik deyil. Simptomlar, filanlar, bunlar yerində qalır. Necə varsan, elə də qalırsın. Sadəcə ona yanaşmalar dəyişilir. Onu kontrola alırsan, yəni o səni kontrolda saxlayır. İndi sən onu kontrolda saxlaya bilməyi bacarırsan və alternativlər tutursan, bunun beyni ona öyrəşdirirsən, təbii ki, bunlar hamısı psixoterapevtin əlindədir. Psixoterapiyanı keçməlisiniz. Beyni o cürünə alışdırırsan və get-gedə görürsən ki, bir il keçib mənim nə stres, nə ağrı filan. Əslində o bir il ərzində səndə olub. O düşüncələr də olur, o negativlər də olur, o hansı negativ hallar da yaranır. Məsələn, bir hadisələr də görürsünüz, yanınızda adam da ölə bilər. Amma siz artıq o nevroz qalıb, o düşüncə gəlir, o qorxu da gəlir. Amma siz onu idarə eləməyi artıq siz yox, beyin öyrənir onu. Anlatabildim mi? Beyin avtomatik sizin yerindəcə həll eləyir. Anlatabildim mi? Yəni qaydasına qoyur, şuur altında heç bir problem qalmır. Mən loru dilində çox şeyləri başa salıram. Mənə çoxu yazır, şikayət edirlər. O sonra canlıya çıxmışdım. Ona görə sizə qulaq asmaq istəmirlər ki, siz biraz terminlərlə danışırsınız. Tip terminləri ilə sizi anlaya bilmirlər. Ona görə də istəyirəm loru dilində, sizin dilinizdə başa salım ki, siz bunu anlaya biləsiniz. Tamam mı? Yəni, siz başınıza dönərəm. Qaçıb, nə bilim, həkim, o həkim, bu həkim xəstəliyinə düşməyin. Anlatabildim mi? Ürəkli olun. 6 aydan bir dənə medimotordan keçirsiniz, check-updan. Bu sizə kifayət edir. Ən əsas ipaxonlara deyirəm. Bu sizə kifayət edir. Anlatabildim mi? Hər gün kardioqramaya gedib şuanı verməyin özünüzə. Ekokardioqramaya getməyin. Anlatabildim mi? Və yaxud, nə bilim, gedirsiniz, 50 dəfə UZİ-yə girirsiniz, MRT-yə girirsiniz. Bunlar hamısı şuadır. Onlar 6 aydan bir check-up'ı keçin. Tutardı bundan da. Anlatabildim mi? Yəni, mən elələriniz var ki, deyirsiniz ki, mən bilirəm, nevrozdan mənə heç nə olmaz. Amma bəlkəm insult vurar məni. Bəlkəm infarkt olarım. Bəlkəm sənin maşın vurar. Heç onu fikirləşirsən. Bəlkəm oturduğun yerdə pis üzəyrələr baş qaldırdı, yeməyini mən bilmirəm, axı sən nə ilə qidalanırsan. Baş qaldırdı, xərçəng tutdun. Bu bəlkəmlər çoxdur, anlatabildim mi? İndi bu dəqiqə, danlı moment oturub o fikirləri niyə çəkirsiniz başınıza dönüm? Bu saniyə üçün yaşayın da, bu gün üçün yaşayın da. Siz nə işiniz var, sabah nə olacaq? Heç kəs, əmin olun mənə, and olsun Allah, heç kəs bu dünyanı tutub saxlayıb qala bilməyəcək. Hamımız gedəcək. Hamımız oyundan tez çıxır. Səhər bilmirəm, mənim başıma nə oyun gələcək. Bir gün çıxış edirəm, səhər eşidəcəksiniz ki, yoxam.
Anlatabildim mi? Ona görə bugünkü gün üçün yaşayın. Məni kimi səhər durdum, nə yaxşı. Şükür sənə ilahi, mən gözümü açmışam. Şükür bax qidalanıram, şükür bu var, şükür o. Buna şükür eləyin. Azla qaniləşdirin, qani olun. Anlatabildim mi aza? Çoxunun dalıyıca qaçmayın. Lazım deyil bunlar. Çoxlu lazım olsa özü sizi tapacaq. Nə varsa, Allah nə yazıbsa onlar özü sizi gəlib tapacaq. O cümlədən də ölüm elədir. Əgər varsa qismətinizdə əmin olun ki, öləcəksiniz. Yəni indi oturub sabah nə olacaq, birisi gün nə olacaq onu düşünməyin. Tamam mı? Sabah da keçmişdə qalacaq onsuz da. Ona görə də ürəkli olun, mənə diqqətlə qulaq asın. Tamam mı? Vaxt gələcək siz məni ilim axtaracaqsınız. İndi bayağı bekar qalırsınız, yazırsınız, doktor filan şey filan ola bilər, sakitləşdirirəm, hamınıza cavab verirəm. Heç kəsi pərt eləməmişəm, heç kəsi blok eləmirəm, düzdürmü? Amma vaxt gələcək, görəcəksiniz ki, yox, nedostupin. Yəni bunu tapmaq mümkün deyil. Bunu mən sizə deyirəm. Nə qədər mən sağam, nə qədər mən varam, nə qədər mən yanınızdayım, məndən istifadə edin. Bunu yadınızda saxlayın. Sağ olun, sağlıqla qalın.